Artıq xəbərlər gəlir ki, marketlərdə bahalaşma başlayır. Yəni bunu market sahəsində, industriyasında işləyən adamlar deyir, bu xəbərləri verir və bilirsiniz də zaten monopoliya, marketləşmə monopoliya gedir. Bir neçə monopolist şirkət bütün məhəllə marketlərində artıq yavaş-yavaş Bakının paytaxtında artıq sıradan çıxarıb qalıb ətrafı orada da sıradan çıxartmaqdan da məhəllə marketləri ölür. İnsanlar böyük monopolistlərin belə deyək qurbanına çevirirlər və orta və kiçik sahibkarlığa növbəti zərbə vurur. Və bu monopolistlər də böyük marketlər nə edir? Heç nə. Qiymətləri qaldırmaqda davam edirlər. Qiymətlərin qalxması anonsu verilir. Artıq bu proses başlayıb və bu proses bu il ərzində davam edəcəyi bildirilir. Yəni qiymətlər qalxır, maaşlar qalxmır, təqaüdlər qalxmır, qiymətlər qalxır, vergilər artır, cəzalar artır və bu nə olur? Bunun da axırı insanların, əhalinin kasıblaşmasına gətirib çıxarır. Əhali də kasıblaşanda nə olur? Əhali kasıblaşanda artıq bu ölkədə etiraz dalğasının artıq daha da genişlənməsinə və həmin bu etiraz dalğasından müxtəlif xarici qüvvələrin istifadə etməsi şəraitini yaradır. Amma bunu yaradan birinci kimdir? Həmin bu etiraz dalğasına səbəbkar olan hökumət. Hökumət əgər öz əhalisinin cibini vecinə almırsa, heç sayırsa, təbii ki, artıq növbəti problemlər olanda da heç kəsə şikayətlənməsin. Durub deməsin ki, bax görürsünüz, kimsə bundan istifadə edir, buna getməyin. Yaxşı, istəmirsənsə heç kəs bundan nədənsə istifadə etsin. Bu problemləri həll et. Həll etməyəcəksənsə, daxildən də, xaricdən də kifayət qədər istifadə edənlər olacaq. Və bu da normaldır, təbiidir. Sən zəif yer özündə qoyanda, sənə zərbələr də, səni laxlatmaq üçün, səni belə deyək, sıradan çıxartmaq üçün imkanlar da çoxalacaq. Xaricdən güclü olmaq istəyirsinizsə, daxildə güclü olmalısınız. Bizim hökumət xarici siyasətdə güclü olduğunu həmişə belə deyək, fəxrlə deyir. Bəli, xarici siyasətin indiyə qədər son 3 ildə, 4 ildə biz də dəstəkləmişik. Amma son dövrdə xarici siyasətdə də görürük, axsaqlıqlar var. Amma sən xarici siyasət, daxili siyasətdə zəif olub, xarici siyasətdə daim güclü ola bilmərsən. Sən daxildə də güclü olmalısan. Sən daxildə də söykənməlisən. Və kimə söykənməlisən? Xalqa. Xalqın səni söykənməsi sənin arxandır. O arxa çəkiləndə sən nə olur? Sənin arxan olmur və sən nə olur? Sən yıxılırsan. Təkcə hökumət olaraq yıxılmırsan, dövlət olaraq yıxılırsan, ölkə olaraq yıxılırsan, xalq olaraq yıxılırsan. Və bu da nə ilə nəticələnəcək? Ətrafımızı görə bilərik. Bunun qarşısını almaq üçün də təcili olaraq bahalaşmanın insanların cibindən büdcəni doldurmanın qarşısını almaq lazımdır. Yoxsa axırı dediyimiz kimi heç də yaxşı fəsadlarla, yaxşı nəticələrlə, yaxşı fəsadlarla nəticələnməyəcək. Yaxşı olmayacaq, pis olacaq. Və bu pis get-gedə daha da çoxalır. Bu da heç də bizi ürəyimizi açmır. Yəni, hələ əlavə də inflyasiyanı, manatın ucuzlaşmasını, manatın gücünün əvvəl olmamasını, güclə manatın tam da devalvasiya olmasının dövlət tərəfindən qarşısı alınmasını, bu da əgər ölkədə kasıblaşma davam etsə, bunu da qoruyub saxlaya bilməyəcək bizim özündən razı, eyfariya qapılan hökumətimiz.